Bugün menyumuzda tavada simitli tost var. Çox ləzzətli alınır. Mütləq sınayın. Hətta tosteriniz varsa çox daha gözəl olacaq. Keçək hazırlanma qaydasına. Kolbasaları dilim-dilim doğrayıram. Nə çox nəzik etmirəm, nə də ki qalın. Əlavə artıq qalan hissəsində belə kub-kub doğrayıram. Daha sonra mozzarella pendirini doğrayıram. Belə nəzik dilim formasında. Əgər istəsəniz, tyorkadan kesərək də əlavə edə bilərsiniz. Daha sonra simidi ortadan 2 hissəyə bölürəm. Tavanın içərisinə az miqdarda yağ əlavə edib birinci kolbasaları qızardım. Kolbasalar yağlı olduğu üçün yağını çox az etdim. Daha sonra isə simidin birinci üst hissəsini, belə küncüklü olan arxa hissəsini isidirəm. Daha sonra isə içərisini. Daha sonra onu götürüb alt qatının birinci kəsdiyim hissəsini qızardıram. Daha sonra isə çevirib və vamxoda qoyub üzərinə artıq ərzaqlarını yığıram. Pendir, kolbasa, kolbasanın üstündən yenə də pendir əlavə edirəm. Doğradığım kiçik kolbasaları da orta hissəsinə əlavə edirəm. Yəni bunu etmə edə bilərsiniz. Sadəcə məndə artıq qaldı deyə onu sonraya saxlamaq istəmədim. Biraz qarışdırıb daha sonra üzərinə yumurtanı əlavə etdim. Biraz keçəkdən sonra çevirirəm. Daha sonra artıq burada götürürəm və doğrayıram. Siz bir bunun gözəlliyinə baxın. Çox ləzzətli alınır. Mütləq sınayın.